Son günlər ölkə gündəminin ən əsas mövzularından biri ət məhsulu istehsal edəcək şirkətlərə və müəssisələrə aidiyyatı qurumlar tərəfindən veriləcək halal sertifikatla bağlıdır. Yeni qaydalara əsasən Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən hazırlanan halallıq kriteriyalarına cavab verməyən şirkətlər məhsulları üzərinə halal nişanı vura bilməyəcəklər. Bəs yeni qaydaların tətbiqi vətəndaşların halal məhsullarla bağlı inamına necə təsir göstərib? Belə ki, vətəndaşlar üzərinə halal sözü yazılan ət məhsullarının halallığına inanırlarmı? Suallarımıza aydınlıq gətirmək üçün paytaxt sakinlərinə üz tutduq. Dövlət din qurumu ilə Qafqaz Müsəlmanlar İdarəsi birləşib ümumi bir sertifikat yazmaq istəyirlər. Bu yaxşı fikirdir. Yaxşı olar ki, insana daha güvənli məhsullar əldə edər. Baxır da indi hansılar halaldır, hansılar halaldır. Azərbaycanda halal yoxdur. Eləyirik. Buraxırlarsa eləyirik. Mərdimələr soğuk yoxdursa. Xeyr, almırıq. Niyə görə? Nə biləm, yemirik. İstifadə edirik hər zaman. İnanırsınız? İnanırıq əlbəttə ki. Yəni, inanmasaq almazdıq, yəni, qidalanmazdıq qidalar. Olubsa, heç bir şey halal yoxdursa. Kim deyir, hamısı boş şeydir. Halal gözün qabağında kəsilirsə o halaldır. Gözün qabağında kəsilmirsə onu belə görüb yiysənsə o halal deyil. Mənim haram kimi problemim yoxdur deyə heç baxmıram da, amma inanmaram da. Yəni əgər elə bir şeylərə fikir verməm lazım olsaydı inanmazdım. Məncə halal yazıblarsa halal olmalıdır. Halal yazılsa yəqin ki halal olardı. Toyuq məhsullarına biraz daha güvənirəm, amma bu kalbasa, səska istehsalına yox. Çünki bilirəm ki, onun tərkibində mütləq donuz əti və ya yağından, piyindən istifadə eləməlidirlər. Qeyri-mümkündür, başqa yolla alınmır. Halal məhsullara inanmaq düzgün deyil məncə. Məncə halal məhsul yoxdur heç. Tam inanmıram heç birinə. Yeyirəm, məcburam da neyiniyim? Məcburam. Məcburam. Çünki istəyirəm, gözüm görür. Orqanizm tələb edən şeyi yeməlisən, lap ziyan da olsa. Amma ki, o halal olmurlar. Kimsə öz qazancı üçün açırsa o adla, Allah olanın öz günahına yazsın. Gözümlə gördüyümə inanıram. Amma belə görmədiyim şeyə nətər inanım? Burada inandığımız dini xadimlər zəmanət versə inanarıq da. Özü istifadə edirsə olardı. Eləyirik, bəli. Bu Azərbaycanda heç nə inanmırıq. Mövzu ilə bağlı azadxəbər.net saytına açıqlama verən ilahiyyatçı alim Emil Rahiloğlu bildirdi ki, hər zaman ət məhsulunun halal olması üçün rəsmi idarələrin sertifikat verməsi kifayət deyil. Halal qida standartları deyərkən İslam nöqteyi nəzərindən risalələrdə yazılıb, yəni əməli risalələrdə bu qeyd olunmuşdur. Hansısa bir rəsmi orqanın, hansısa bir idarənin, hansısa bir möhrü ilə heç vaxt hansısa bir Allah Taala'nın bizim üçün yaratdığı heyvan halal olmur. Ümumiyyətcə, şəriətdə, Qurani Kərimdə, hədislərimizdə gəlib hansı heyvanların əti yemək halaldır, hansı heyvanları yemək haramdır. Amma halal olmasının da öz şərti var və şərt də bundan ibarətdir ki, Allahın adı ilə kəsilməlidir və üzü qibləyə olmalıdır. Azərbaycan müsəlman ölkəsi olsa da, yəni 90%, 80% insanlarımızın, əhalimizin çoxsu müsəlman olsa da, amma düzgün İslami şəriət qayda qanunlarını bilmirlər və xüsusən də ət kombinatlarında orada işləyənlərin özləri də yəni halal bəzən soruşanda bunu deyirlər ki, biz başını kəsiriksə, yəni oradan qan çıxırsa, başını kəsərkən heyvanın, bəs halaldır. Həqiqətdə mən əvvəldə qeyd elədim ki, belə halallıq olmur, halallıq üzü qibləyə və bismillahla kəsilmiş olur.